Siz onlardan hansısa bir maska ilə, hansısa bir xüsusi geyimlə qoruna bilmərsiniz. Birimizdə enerji azalan kimi avtomatik ailənin digər üzvlərində də azalır. 6 ay ərzində əgər kimsə effektini görməsə, gətirib qaytara bilər. Bu kitabda qeyd olunan məlumatlar 4000 il tarixə malik Çin təbabətinə aiddir və 100% də zəmanət veririk. Uşaqlıq bir şey yoxdur. Əsas valideynlər özləri ilə məşğul olsunlar. İlk növbədə 7 texnologiya ailəlikcə baxın. Bir cizgi filmini izləməklə və yaxud da ki, orada gedən prosesi təsəvvür eləməklə təmizlənə bilərsiniz. Ümumiyyətlə, dünyasını dəyişmiş adamla bağlı hansısa bağlılıqda qalmışsınızsa, ondan ayrılmaq üçün, keçmiş nəsildən hansısa bir formada ayrılmaq üçün, siz hər bir yerdə energetik, informatik əlaqəyə girirsiniz. Bərk materiallı bədənimizdən başqa, incə materiallı bədənimiz də var. Yəni, bunlar hamısı bu kitabı mənimsəyəndən sonra hər kəsə aydın olur. İnsan orqanizminin istifadə təlimatı kitabında orqanların enerji vermə saatları qeyd olunub. Əgər böyrəkdə bir problem varsa, bu gözə xitab eləyə bilir, gözə təsir eləyə bilir və yaxud da ki, tərsinə. Tam orqanizmin bərpası üzərində çalışır. Can sağlığı paketi orqanizmə bütün bir sistem kimi baxır. Hamınızı salamlayıram əziz izləyicilər. Əsas da can sağlığı paketini əldə edənlər. Eləməyənlər də əminəm ki, bu videodan sonra can sağlığı paketini əldə edəcəklər. Birinci can sağlığı paketi haqqında qısa məlumat verim. Can sağlığı paketinə insan orqanizminin istifadə təlimatı, 7 güclü psixotexnologiya və immun sisteminin aktivləşdirilməsi kitabları daxildir. Həmçinin insan orqanizminin istifadə təlimatının kitabına aid video təlimat da daxildir. Həmçinin bu paketə məhz bu can sağlığı paketi ilə bağlı keçirdiyim negativi öz xeyrinə dəyiş vebinarı daxildir ki, məhz bu cür destruktiv energetik təsirlərdən qorunmaq üsulları təqdim olunur və həqiqətən də siz bu bilgiləri əldə edəndən sonra negativ enerjinizi, negativ energetik təsirləri öz xeyrinizə dəyişə bilərsiniz. Həmçinin digər sağlamlıqla bağlı əlavə məlumatlar və bilgilər. Ümumiyyətlə, can sağlığı paketinin tərkibi demək olar ki, gündən-günə yenilənir. Çünki əlimizdə olan bilgiləri və təcrübələri o paketə əlavə eləməyə davam edirik. Yəni, bu paketin bir standart bir tərkibi olaraq qalmır. Yəni, təkmilləşir, daha asan, daha rahat yollarla sağlamlığınızı əldə eləmək üçün məlumatlar ora yerləşdirilir. Bu belə. İkinci məsələ, can sağlığı paketini ümumiyyətlə nədir və nəyə xidmət edir? İlk olaraq onu qeyd edeyim ki, can sağlığı paketi orqanizmə bütün bir sistem kimi baxır. Hansısa ayrı orqanlar və ya sistemləri, yəni müasir tibbdə olduğu kimi, onları hansısa hissələrə bölmür. Tam orqanizmin bərpası üzərində çalışır. Yəni, çünki bu orqanizm bütöv bir sistemdir. Əgər böyrəkdə bir problem varsa, bu gözə xitab eləyə bilir, gözə təsir eləyə bilir və yaxud da ki, tərsinə. Yəni, bunlar hamısı bir-birinə bağlıdır. Siz yalnız böyrəyi üstünə düşüb müalicə eləməklə hansısa bir digər orqanları sıradan çıxarda bilirsiniz. Və yaxud da ki, dediyim kimi, yenə də tərsinə. Yəni, burada məsələ nədir? Biz ilk növbədə onu bilməliyik ki, bizim bədənimizdən energetik kanallar keçir və bu energetik kanalların energetik mərkəzləri və nöqtələri var. Və bunlar hər orqana görə və sistemlərə görə ayrılır. Və bu orqan və sistemlərin aktivləşdirilməsi üçün həm yuxu rejimi, həm bu nöqtələrə toxunmaqla, masaj eləməklə, döyəcləməklə və s. və l. Bu cür günün maksimum 15 dəqiqəsini, 20 dəqiqəsini alan asan və hər kəsin hətta oturduğu yerdə icra eləyə biləcəyi üsullar və təmrinlər təqdim olunur.
Bundan başqa insan orqanizminin istifadə təlimatı kitabında orqanların enerji vermə saatları qeyd olunub və bu orqanların enerji vermə saatlarına uyğun olaraq günün hansı hissəsində hansı işlə məşğul olmaq olar, hansı saatlarda yatmaq daha doğrudur, hansı saatlarda qidalanmaq olar, olmaz və yaxud da ki, hansı saatlarda yüngül və yaxud da ki, ağır qidalar qəbul eləmək olar, yüngül və ya ağır işlər görmək olar, zehni və ya fiziki işlər görmək olar. Yəni, bunlar hamısı bu kitabı mənimsəyəndən sonra hər kəsə aydın olur. Bu kitabda qeyd olunan məlumatlar 4000 il tarixə malik Çin təbabətinə aiddir. Bundan başqa paketə daxil olan 7 güclü texnologiya kitabı var ki, o 2 hissədən ibarətdir. Yəni, əlavə olaraq 3 əlavə psixotexnologiya ki, gəlir üzərinə. Təkcə bu kitabı istəyənlər də var bizdən əlbəttə ki, deyirlər ki, insan orqanizmin istifadə təlimatını almaq istəyirik. Biz bunu ona görə ayrıca satmırıq ki, bu kompleksli bir bərpa üsuludur. Yəni, siz yalnız o kitabla bir yerə qədər gedə bilərsiniz. Amma sizin bizim o fiziki bədənimizdən, bu bərk materiallı bədənimizdən başqa incə materiallı bədənimiz də var, bədənlərimiz var. Və bu 7 texnologiya, həmçinin immun aktivləşdirilməsi kitabları məhz bizim o ruhumuzla, auramızla, incə materiallı bədənlərimizlə məşğul olur. Yəni, məsəl üçün, orada texnologiya var ki, siz indiyə kimi kimlənsə hansısa bir formada münasibətdə olmusunuz, istər iş yoldaşı olsun, istər dost olsun, istər elə sadəcə bir marketə girib çıxmısınız. Bilin ki, siz ümumiyyətlə hansı məkana, hansı yerə getməyinizdən asılı olmayaraq, siz hər bir yerdə energetik, informatik əlaqəyə girirsiniz. Və orada destruktiv, xəstə və yaxud da ki, başqa bir formada xroniki xəstəliyi daşıyan adamlar ola bilir. Siz onlardan hansısa bir maska ilə, hansısa bir xüsusi geyimlə qoruna bilmərsiniz. Yəni, energetik, informatik təsirlər o qədər güclüdür və onların hansısa bir bizim o maddi faktorlarla qarşısını almaq mümkün deyil. Ona görə də bu həmin kitabda bu əlaqələrdən ayrılmaq üçün, ondan başqa zamandan və məkandan asılı olmayaraq hansısa bir yerdə əlaqədə olduğunuz insanla enerjinizi geri qaytarmaq üçün, qopmaq üçün, keçmiş nəsildən hansısa bir formada ayrılmaq üçün, ümumiyyətlə dünyasını dəyişmiş adamla bağlı hansısa bağlılıqda qalmışsınızsa, ondan ayrılmaq üçün. Sonra ruhi zəmində hansısa bir qopmalar və yaxud da ki, bir ayrılmalar baş veribsə, onun bərpası ilə bağlı. Yəni, bu kimi şeylər bu 7 texnologiya kitabında yer alır. Bundan başqa, immun aktivləşdirilməsi kitabında həm virusla bağlı, həm ağciyərlərin təmizlənməsi ilə bağlı, ümumiyyətlə bədənimizə düşən istənilən iltihab, istənilən virus, istənilən zəhər və s. ilə bağlı sadəcə və sadəcə bir cizgi filmini izləməklə və yaxud da ki, orada gedən prosesi təsəvvür eləməklə təmizlənə bilərsiniz. Bundan başqa, bizə bir də suallar verirlər ki, biz can sağlığı paketini əldə eləmişik, amma ağciyərlər texnologiyasına baxdıq, filtr texnologiyasına baxdıq, nə bilim, ayrı-ayrı hansısa bir texnologiyalara baxdıq, amma yenə də uşaqlar bu xəstəliyi ağır keçirdilər. Mən cavabında bildirmişdim ki, bilin ki, ailə vahid energetik blok təşkil edir. Yəni, bu vahid bir enerjidir. Ona görə də böyüklərdə hansısa bir problem yarananda, xəstəlik yarananda və yaxud da ki, energetik boşalma olanda, o energetik çatışmazlıq olanda, ilk növbədə o özünü uşaqlarda göstərir. Yəni, bunu keçən videolarda da izah eləmişəm və mən məsləhət gördüm ki, ümumiyyətlə birinci növbədə, yəni bu can sağlığı paketini əldə eləyən insanlara aiddir. İlk növbədə 7 texnologiya ailəlikcə baxın. Uşaqlara da göstərə bilərsiniz və uşaqların yaşından asılı olmayaraq bu texnologiyaların heç bir əks təsiri yoxdur. Yalnız və yalnız xeyri var. Yəni, bunun heç bir destruktiv və yaxud da ki, ziyanlı bir tərəfi yoxdur. Orada ancaq bərpa
prosesləri gedir və bu bərpa prosesində əlbəttə ki, hansısa bir simptomlar ortaya çıxırsa, bu çox yaxşı göstəricidir. O dəqiqə hansısa bir dərmana və yaxud da ki, digər maddi faktora müraciət eləməyin. Və orada, yəni birinci 7 texnologiyaya baxandan sonra, ondan sonra orada immun aktivləşdirilməsinə aid texnologiyalar sıralaması var. Onların hamısını kitabda qeyd olunduğu sıra ilə baxmaq lazımdır ki, məsəl üçün virusdur, ondan sonra gəlir digər video. Yəni bunların hamısının hansı sıralamada baxılması kitabda qeyd olunur. Ondan sonra artıq soyuq dəymə və qrip texnologiyası var. Ona da əlavə olaraq baxa bilərsiniz. Və bu texnologiyalar arası 5 dəqiqə bir fasilə verin ki, 15 dəqiqə daha yaxşı olar. Və gün ərzində 2 saatdan bir baxın. Məsləhətdir ki, hətta tək saatlarda, məsəl üçün 11-dən tutalım ki, 1-ə qədər aralıqda, yəni 11 saat 11-i keçdi, başlayırsınız baxmağa. Biri biraz 5-10 dəqiqə keçdi, başlayırsınız baxmağa. Bu nəyə görədir? Çünki həmin saatlarda orqanların enerji vermə saatları dəyişir. Və gün ərzində 5 dəfə, 6 dəfə, o ən kritik momentlərdə, gün ərzində 5 dəfə, 6 dəfə bu texnologiyalara davamlı olaraq baxsanız, artıq özünüzdə hansısa bir irəliləşdiyin getdiyini görəcəksiniz. Yəni dediyim kimi, buna ailəvi şəkildə, bütün bir ailə şəklində baxsanız daha yaxşı olur. Bizdə hətta olub ki, mənə müraciətlər gəlmişdi ki, uşağın məsəl üçün qızdırması heç cürə düşmür, dərman da veririk, filan da eləyirik, amma qızdırma düşmür. Mən onda qeyd eləmişdim ki, uşaqlıq bir şey yoxdur, əsas valideynlər özlərlə məşğul olsunlar. Bu pandemiya dövründə idi. Və elə də oldu, yəni 2 gündən sonra artıq valideynlərin birində virus göstəriciləri analizi pozitiv çıxdı. Yəni biz başa düşməliyik ki, bizim böyük olaraq enerji çənimiz, enerji bakımız uşaqlara nisbətən daha böyükdür. Amma biz ailəlikcə bir birləşmiş qablar qanunu kimi bir-birimizə birləşmişik. Yəni birimizdə enerji azalan kimi avtomatik ailənin digər üzvlərində də azalır. Bu əsasən də valideynlər arası hansısa bir mübahisə olanda və yaxud da ki, valideynlərinin birinin işdə hansısa bir əsəbləşəndə, hansısa bir və yaxud da ki, kimlənsə təmasda olub virusa yoluxanda və s. və l. Yəni, bu kimi şeylərin göstəricisi ilk növbədə ailədə uşaqlar olur. Uşaqlarınız xəstələnəndə, uşaqlarınıza soyuq dəyəndə və yaxud da ki, hansısa bir narahatlıq olanda uşaqların deyil, ilk növbədə öz üzərinizə düşün. Özünüzlə məşğul olun. Baxın ki, siz harada, kimə, necə enerji vermişsiniz, harada bir emosional partlayış yaşamışsınız və yaxud da ki, bir stres keçirmişsiniz. Onu avtomatik uşaqlar göstərirlər. Yəni, qısa şəkildə onu deyim ki, bu can sağlığı paketini biz təqdim elədiyimiz insanlardan hələ ki, ancaq müsbət geri dönüşlər almışıq və 100% zəmanət veririk. Həmçinin qeyd eləyirik ki, 6 ay ərzində əgər kimsə effektini görməsə, gətirib qaytara bilər. Çünki bunu ona görə belə əminliklə deyirik ki, bugünə kimi nə öz yaxınlarımızdan, nə də ki, digər insanlardan dediyim kimi bunu geri qaytaran olmayıb. Yalnız müsbət geri dönüşlər alırıq, amma dediyim kimi bu qaydalara əməl eləyənlər, yəni o kitablarda qeyd olunanları mənimsəyən, dərk eləyən və tətbiq eləyən insanlar əlbəttə ki, bunun xeyrini görürlər. Salamat qalın, sağlıqla qalın. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun.